Salam əziz izləyicilər. MİQ 2026-cı il informatika fənnindən düşən digər bir sualın izahını verirəm. Verilmiş bərabərliyə əsasən x və y-in ən kiçik qiymətlərinin cəmini tapın. Verilmiş bərabərliyi adətən bu tip tapşırıqlarda biz hər iki tərəfi, sağ və sol tərəflərin hər ikisini onluq say sisteminə keçirirdik. Yazaq 131 x bərabərdir 56 y. Qarşısına 0, 1, 2 yazıram və bildiyimiz qaydanı tətbiq edirik. 1 vurulsun x kvadratı, üstə gəl 3 vurulsun x, üstü 1, üstə gəl 1 vurulsun x üstü 0. Bərabərdir 5 vurulsun y üstü 1, üstə gəl 6 vurulsun y üstü 0. Biraz da sadələşdirsə x kvadratı 3x üstə gəl 1 bərabərdir 5 y üstə gəl 6. Bu oldu bizim tənliyimiz. İndi verilmiş bu ədədlərdə x-in və y-in ala biləcəyi qiymətləri təxmin eləyək. X alacaq 4, 5 və s. yuxarı 4-dən böyük qiymətlər. Y alacaq 7 və 7-dən böyük digər qiymətləri ala bilər. Yəni x-in, y-in ala biləcəyi qiymətlər bu ədədlər ola bilər. İndi bizdə ən kiçik qiymətləri soruşduğuna görə biz də tapdığımız bu tənlikdə x-in, y-in ən kiçik qiymətlərini yerinə qoyaraq tapşırığı həll etməyə çalışaq. X-in ən kiçik qiyməti 4, y-in ən kiçik qiyməti 7. Deyə bilərsiniz, nəyə görə x 4 və digər 4-dən böyük qiymətlər alır, y niyə 7 və 7-dən böyük qiymətlər alır? Çünki demişik ki, hər hansı bir say sistemində istifadə olunan ədədlər, bax məsələn, burada 1, 3, 1 istifadə olunur. Mən burada x-in yerinə 3 qoya bilmərəm. Çünki üçlü say sistemində 3-ün özündən istifadə oluna bilməz. Və yaxud burada mən 6 yaza bilmərəm. Çünki 6-lı say sistemində 6-dan istifadə oluna bilməz. 5-li say sistemində 5-dən istifadə oluna bilməz. Ona görə məntiqlə düşünəndə aydın olur ki, bax, burada x 4 və 4-dən böyük, burada isə y 7 və 7-dən böyük ədədlər ala bilər. Bizdə isə ən kiçik qiymətlər maraqlandırdığına görə, bax, səhv başa düşməyin ki, burada x-in 4, y-in 7 qiymətini götürəcəyi yox. Hələ bir tənlikdə yerinə qoymalıyıq ki, bu bərabərlik ödənsin. Yəni, x-in 4 qiymətində görə y hansı qiymət alır? X-in 4 qiymətini yerinə qoyduqda 16, 4-ü gətirdim, burada 4-ün kvadratı 16, üstə gəl 4 vurulsun 3, bu oldu 12, üstə gəl 1 bərabərdir 5y, üstə gəl 6. Bura bizə verir 29 bərabərdir 5y, üstə gəl 6, 5y də bərabər olacaq 23, y də burada 23 5-ə tam bölünmür, kəsrə də alınacaq. 4 tam 5-də 3-də belə. 5-də 3 alınır. Say sistemində əsas isə kəsrədə də ola bilməz. Deməli, bu ödəmədir. İndi keçək, y-in ən kiçik qiymətini yerinə qoyaq. Gətirək yerinə qoyaq. Buradan yazacağım. Deməli, x kvadratı üstə gəl 3x üstə gəl 1 bərabərdir 5 vur 7 olacaq 35 üstə gəl 6 x kvadratı üstə gəl 3x deməli bu 41 bir də çıxanda çıx 40 olacaq. Burada verəcək bizə 41. 41-i də keçirəndə bərabərliyin sol tərəfinə olacaq 40. 0. Bu kvadrat tənliyi V teoremi ilə baxdıqda x1 deməli x1, x2 cəmi bizə verir -3-ü. Yəni V teoremini bilənlər bilir. Bilməlisiniz də bu tapşırıqla rastlaşanda işləmək lazımdır. Diskriminantla da işləyə bilərsiniz. Belə şifahi yerinə də qoyub təxmin də eləyə bilərsiniz. Amma dəqiq cavab üçün ən səmərəli üsul V-dən tapmaqdır. Bu da bizə verəcək deməli -40-ı. Hansı ədədlərin cəmi -3, hasil -40 verər? Təbii ki, 5 və -8.
Yəni x-in alacağı qiymətlər 5 və -8-dir. -8 ola bilməz say sistemin əsası. Ona görə x-in qiymətini biz 5 götürəcəyik. X 5, y isə 7 olacaq. Qoy yan-yana yazaq. Deməli, cavabımız oldu. Y 7, x 5. Bax, ən kiçik say sistemləri bunlar oldu. Bizdənsə cəmi istədiyinə görə 7 ilə 5 toplayaram. O da bizə verir 12. Cavabımız olar 12.